Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə k fərqlidir L, fərqlidir N, fərqlidir P, fərqlidir 0 verir. Və k plus L-in N-inə k vur L-in NP-yə bərabər olduğunu deyir. Biz də bu verilmişlərə uyğun olaraq k plus L plus P-nin neçə bərabər olduğunu tapmalıyıq. İlk öncə bizə verilmiş birinci toplama ifadəsindən k ilə L-in ala biləcəyi qiymətləri tapmağa çalışaq. Gördüyümüz kimi k ilə L 1-dən 9-a qədər rəqəmləri ala bilər və onların cəmi 2 eyni rəqəmli ədəd olmalıdır. Məsələn, 11, 22, 33. Və biz də 1-dən 9-a qədər KL ala biləcəyi ən yüksək qiymət, yəni 9 ilə 8 ola bilər. Və onların cəmi də 17-dir. Deməli, k ilə L-in cəmi 22 ola bilməz və ondan yuxarı eyni rəqəmli ədəd ola bilməz. Deməli, k ilə L-in cəmi 11 olur. Və k ilə L-in cəmi 11 olduğunu bildik. Deməli, n 1-ə bərabərdir və n-in yerinə 1 yazırıq. Sonra isə k ilə L-in hasilinə baxırıq. Deməli, k ilə L-in hasili də 10 neçə olmalıdır? Çünki n-in 1 olduğunu tapdıq. Biz birinci verilmiş toplama ifadəsində k ilə L-in ala biləcəyi qiymətləri qeyd edək. Deməli, k ilə L-in cəmi 11-dirsə, k 1 olsa, L 10 olmalıdır. O da ola bilməz, çünki tək rəqəmli ədəddir. Deməli, k 2 olsa, L 9 olacaq və yaxud tərsinə k 9 olsa, L 2. Sonra k 3 olsa, L 8 olacaq, cəmi 11 eləmək üçün. K 4 olsa, L 7 olacaq. K 5 olsa, L 6 olacaq. Sonra isə K-nın 6 olub L-in 5 olmağı təkrarlandığı üçün yazmırıq. Deməli, 4 mümkün hal var. Yəni, cəmləri 11 etsin, n-in etsin. İkinci ifadəmizdə K-nı L-ə vurur, 10 neçə alır? 2-ni 9-a vuranda 18 alınır. Bu uyğun gələ bilər. 3-ü 8-ə vuranda 24 edir. Gördüyümüz kimi bizdə n-in 1 olduğunu bilirik. Deməli, amma burada n 2-yə bərabər olur. Deməli, 3 ilə 8 ola bilməz. 4 ilə 7 olsa hasili edir 28. Deməli, 28-də də n 2-yə bərabər olur. Bu da ola bilməz. Çünki n 1-dir. 5 ilə 6-nın hasili isə 30 edir. Və diqqətlə baxsaq görərik ki, 30-da P 0 ola bilməz. N də 3 ola bilməz, 1 olmalıdır. Ümumiyyətlə 5 ilə 6 uyğun gəlmir. Deməli, biz tapdıq ki, K ilə L 2 ilə 9-dur. Və 2 ilə 9-un da hasili 18 edir və buradan P-nin də 8 olduğunu tapdıq. Deməli, K ilə L-in cəmi 2 ilə 9-un cəmi 11, plus P-ni 8-i toplasaq 19 edir. Və 19 da bizim Y variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.